Turan yenə müdafiədə bərbad, kobud səhvlərə yol verdi. İstər birinci qolda olsun, Araş Qadirin başının üstündən gedən top niyə ona toxunmadı, qapıçı ilə anlaşma niyə yox idi orada, bir-birinə səsləmədilər ki, arxasında Ayxan Süleymanlı çıxıb qol vurdu, həmin epizod. Digər tərəfdən əks hücum vaxtı hesab 1-1, sən yəni ehtiyatı əldən verməməlisən, Vabanka niyə gedirsən, 62-63-cü dəqiqə idi, yanılmıramsa 60-65-ci dəqiqə arası idi. Yəni hələ oyunun bitməsinə rahat yarım saat var. Sən çoxluqla hücuma atılırsan, körtəbii hücum edirsən və arxa müdafiə bomboş. Səbuhi Abdullazadə topu götürür, 40 metr reyd edir topuna. Yəni 3 nəfər, 3 müdafiəçi Səbuhinin üstünə gedir və bir də baxırlar, o bir hücumçu arxada tək qalıb, o da götürür topu, təbii ki, tora qovuşdurur. Mənə görə kobud səhvlər və... Əsas problem düşünürsünüz ki, müdafiədə. Kobud səhv müdafiədə idi və... Amma burada yəni zədəli futbolçuların çoxluğunu nəzərə ala bilir. Təbii ki, yəni o artıq bir seriyadır. Aydın məsələdir. Biz hər dəfə deyirik ki, bütün müdafiə xətti demək olar ki, zədəlidir. Şəhriyar yoxdur, Miller yoxdur, Marançı yoxdur. Amma Sumqayıta uduzmasın da. Bax, bu qədər futbolçu gətirdin. Rəhim Sadıxov, Orxan Kraşkovski, Orxan Əliyev, Kauvan Martins, Braziliyalı, bunlar niyə oynamır? Hayderson Hurtado. Bunlar niyə oynamır? Yəni siz oyun yoxdur. Turanın son vaxtlarda Turanında oyun deyilən şey yoxdur. Keçən dəfə də dedim, Məmməd Ağa Burqabağa oynayırlar. Belə futbolla qələbə qazanmaq. Bax, bu oyunda hansı bir düşünülmüş kombinasiya vardı? Heç nə. Amma sizə deyim, üzr istəyirəm. Bu oyun əvvəlki oyunlara nisbətən o ötürmələrdəki dəqiqlik, belə deyim, birinci elə Ayxanın vurduğu qol, sonra qeydə alınmayan qolu mükəmməl, belə deyək, kombinasiyaydı. Çox yaxşı 3-4 ötürməklə qol vurular. Turanın... Amma ümumi planda... vəziyyətdən başqa Turanda heç nə yoxdur. Sizə elə gəlmir ki, Turan Tovuzun əsas problemi həm də yerli futbolçularla bağlıdır. Çünki, məsələn, baxaq, milli komandanın heyəti açıqlanıb, Turan Tovuzdan heç kim. Tam normaldır. Yaxşı, bu Araş Qadiri, bunu hansı tanınmış bu Qurban Berdiyev özü istəyib gətirib, İranda işlədiyi vaxtdan. Bilirəm, orada işlədiyi vaxtı, o hər oyunda kifayət qədər kobud səhvlər edir. İsmail Zülfüqarlı. Meydanda nə ilə məşğuldur mən bilirəm. Amma statistikasına baxanda, yəni gələndə istər-istəməz bir jurnalist kimi bunu araşdırırıq da. Yəni, traktor sahəsinin heyətində bu futbolçu çempionatda 30 oyunun hamısında meydanda olub. Hər oyunda kifayət qədər o bərbad səhvləri ilə yadda qalır. Ondan sonra yerli futbolçulardan istənilən hər hansı birini oynasan, o daha çox xeyir verir. Var, Fəqani müəllim, valla var. Sadiq Quliyev var, Elton var orada, Turabov. Oynat da yerli futbolçulardır. Əgər Araş Qadiri hər oyunu səhv edirsə, Tural Bayramlının özü ortada. Rəhim Sadıqov topu ayağından, mübarizədən ayağını çəkir. Rəhim Sadıqov ikili mübarizələrin, demək olar 90%. Heç vaxt onda mübarizə olmuyor. Nə vaxt görürsünüz ki, ancaq topla yerində hərəkət eləyir. O da o dediyimiz Pateriya itki və salam, əks hücum Turan Tovuzun qapısına. Tural Bayramlı var orada, oynada bilərsən, Sadiq Quliyev var, Elton Turabov var. Madam ki, bunlar səhvə yol verir, madam ki, bu transferlər ola bilər də futbolçudur. Emil Mpenza, Manchester City görmüşdü, Almanya Werder görmüş, səhv etmirəmsə. Bundesligada oynamışdı, Premier Liga görmüşdü, gəldi Neftçidə məsələn tutuzdura bilmədi, alınmadı da, normaldır. Yəni o demək deyil, hər ulduz futbolçu getdiyi yerdə yaxşı olacaq. Gətirdiyi o qapıçıların hər ikisi yaramır. Bu oyunla Turanın Avropada yeri yoxdur.